tədbirlərə qadağa qoyulur. Bu hakimiyyət öz vətəndaşının sözünü küçələrdə eşitməkdən ehtiyatlanır. Parlamentdə eşitməkdən ehtiyatlanır. Nədənsə bizi küçələrə sıkışdırır. Nədənsə bizi radikallığa sövq etməyə çalışır. Bu onların düşünülmüş, hesablanmış siyasi xəttidir. Və onlar istəyirlər ki, Azərbaycanda məsələlər intellektual müstəvidən kənarda həll edilsin. Belə həll edildikdə təşkilatlanmış hökumət ordu qüvvələri ilə, polis qüvvələri ilə, cəza dəstələri ilə, öz beynəlxalq dəstəkləri ilə bu prosesi söndürməyə güc tapırlar. Və təəssüf olsun ki, Azərbaycanda bəzi qüvvələr bu ssenarinin tərkib hissəsinə çevrilirlər, bu ssenarinin həyata keçməsinə təkan verirlər və bəzi hallarda hətta iştirakçı olurlar. Bu təhlükəli tendensiyadır və Azərbaycanda uğursuzluğa gətirən tendensiyadır. Azərbaycan hakimiyyəti yetkin deyil. Amma yetkin olmasa belə, onların qərarları kollegial qəbul olunur. Biz görürük ki, Azərbaycan hakimiyyəti qərarlarını legitimlikdən sərtləşməyə doğru inkişaf elətdirir. Əks dinamika var Azərbaycanda. Azərbaycan dövlətçiliyi bir ailənin tabeçiliyinə verilir. Azərbaycan iqtisadi bir qrup insanın tabeçiliyinə verilir. Azərbaycanda ədalətsiz bir sistem formalaşdırılır. Və bugün dünyada baş verən hadisələr hətta Azərbaycan hakimiyyətini silkələmir. Azərbaycan hakimiyyəti görmür ki, dünyada mültəci yolla hakimiyyəti uzun müddət saxlamaq olmur. Əgər bunlar düşünməyə qərar versələr, gözlərini açıb dünyaya baxsalar, bu dəyişikliklər dalğasına düzgün qiymət vermiş olsalar, görürlər ki, gec-tez Azərbaycanda da bu dalğa gəlib öz yerini tutacaq. Özləri müqayisə edirlər hakimiyyətlərinin modelini. Özləri deyirlər, biz mübarəkə oxşayırıq. Özləri deyirlər ki, Azərbaycanda Misir modeli inkişaf elətdirilir. Özləri öz oxşarlarını Suriyada görürlər. Özləri öz oxşarlarını Liviyada görürlər, başqa yerlərdə görürlər. Ancaq onların aqibəti ilə bölüşmək məcburiyyətini nədənsə qiymətləndirmirlər. Və gec-tez onlar bunu qiymətləndirmək məcburiyyətində qalacaqlar. Bizim millət kimi vəzifəmiz, bizim bu millətin öndən çıxmış siyasilər kimi vəzifəmiz milləti düz yolla aparmaqdır. Hakimiyyətin dəyirmanına su tökmək yol verilməzdir. Hakimiyyətin ssenarisində yer almaq mənasızdır və bu millətin maraqlarına xəyanətdir. Seçkidən sonra biz Liberal Partiyanın sənədi ilə birlikdə Azərbaycan müxalifətinin bir araya gəlməsi ilə bağlı xeyli təmaslarımız oldu. Əvvəl bir formatda təmaslarımız oldu, sonra digər formatda təmaslarımız oldu. Mən bunları dəqiqləşdirməm ona görə ki, bu təmasların yekununda biz belə qənaətə gəldik ki, Azərbaycan müxalifətinin bir araya gəlməsinin yeganə yolu hansısa meyyanı tapıb onlara təklif etməkdir. Rəvəz bəylə mən xeyli düşündükdən sonra və bu təmaslarımızdan əldə etdiyimiz qənaətə görə belə qərarlaşdıq ki, bir meyyar seçək parlament seçkilərində güc nümayiş etdirmiş partiyaları bir masa ətrafında əyləşdirək. Çünki yeri gəlmişdən onu da qeyd edim ki, Azərbaycanda iki qütblü müstəvi yaratmayana qədər Azərbaycan müxalifətinin, Azərbaycan xalqının bütövlükdə uğur olmayacaq. Bu bizim dərin inanımızdır. Azərbaycan xalqı bu günləri hakimiyyəti dəstəkləmədiyi kimi Azərbaycan müxalifətini də hələlik sevmir, ehtiyatlanır, axtarır, düşünür. Kimin arxasıca gedə bilərəm sualına cavab axtarır. Ona görə də bizim vəzifəmiz Azərbaycan müxalifətinin kimliyi, onun simasının necə olması, onun tezislərinin nədən ibarət olması, mübarizə vasitələrinin nədən ibarət olması kimi suallara cavab axtarışından keçir. Bu yöndə biz hesabladıq ki, parlament seçkilərində ölkə üzrə təmsilçiliyi olan müxalifət qurumları ilə bir məsləhətləşmə aparaq. Belə qurumların sayı 8-dir, 8 partiya bu formata cavab verir. 6-sı ilə görüşməyə qərara gəldik biz ikimiz. 4-ü ilə təmasımız oldu, ikisinə məktub yazdıq. Nədənsə Azərbaycan müxalifəti öz müxalifət düşərgəsindəki yoldaşlarla hətta bəzi hallarda danışmağı, onların müraciətli cavablandırmağı özünə aşağılıq bilir. Təəssüfləndirici haldır. Ancaq nədənsə biz iki partiyanın, müxalifətin bir araya gəlməsi səmimi təklifinə bəzi partiyalar cavab vermədilər, bəzi partiyalar yayındılar
və nədən Azərbaycanın geopolitik vəziyyəti, Azərbaycanın yerləşdiyi regiona təsir edən güclər, Ərəbistanda baş verən hadisələr tamamilə hələlik fərqli məsələlərdir. Və mən ondan təəssüflənirəm ki, Azərbaycan xalqının daxilində bugün cücərməkdə olan dəyişiklik ümidlərini yerindəcə boğulması təhlükəsi yaranıb Azərbaycanda. Mən hesab edirəm ki, küçələrə insanların hazırlıqsız vəziyyətdə çıxarılması yeni yetişən nəslin, yeni yetişən ümidlərin, yeni yetişən ideyaların və fikirlərin məhv edilməsinə xidmət edəcək. Hakimiyyət maraqlıdır ki, öz ətrafındakı gücü öz ətrafında da saxlasın. Ona görə Azərbaycanda radikal proseslərə təsir göstərir. Onların irəli aparılmasına təsir göstərir. Və bütün dünyaya Azərbaycan müxalifətinin bir vəhşi obrazını yaratmağa təsir göstərir. Mən heç şübhə eləmirəm ki, ayın ikisində baş verən hadisələrdə, o vəhşi hadisələrdə, şüşələrin qırılmasında, dükanlara hücum edilməsində hökumətin bilavasitə təşkilatçılığı olub. Axı, bu situasiyanı, bu qərarı verən adamlara əvvəldən məlum olmalı idi. Bu situasiyanı dəyərləndirməli idilər. Bu hadisələri görməli idilər. Və biz onun tərəfindəyik ki, Azərbaycanda xalqın içinə gedib, xalqın etimadını özünə qaytarıb və xalqı bu proseslərə qoşmadan heç bir nəticə əldə olunmayacaq. Və biz bu hökuməti daxildən sarsıtmağa çalışmalıyıq. O daxili sarsıntı o vaxt olacaq ki, Azərbaycan müxalifətinin obrazı Azərbaycan vətəndaşını qorxudub ürkütməsin. Beynəlxalq qüvvələri qorxutmasın. Azərbaycan hakimiyyətini, pul sahiblərini, silah sahiblərini, güc sahiblərini qorxutmasın. Biz Azərbaycanda düşmənçiliyin əleyhinəyik, xüsusən siyasi düşmənçiliyin əleyhinəyik. Biz Azərbaycanda dövlətin inkişaf etdirilməsinin tərəfdarıyıq. Biz Azərbaycan xalqının etimadının bizə qaytarılmasının tərəfdarıyıq. Biz olan səhvlərin qiymətləndirilib, dəyərləndirilib, yenidən baxılmasının tərəfdarıyıq. Heç kəs bizi təhdid altında öz oyununun oyununa çevirə bilməz. Bu oyunları çox görmüşük. Kifayətdir, yetər.